Əziz dostlar, mən zaman-zaman rayonlarda rayon mərkəzi xəstəxanalarından danışıram. Rayon mərkəzi xəstəxanalarda olan problemlərdən danışıram və vətəndaşlar da mənə zaman-zaman videolar çəkib göndərirlər. Görək daha bir vətəndaş bir video göndərib bizə Hacıyev Malik Ağakərimoğlu. Görək nə istəyir. Mən Cəlilabad sakini Hacıyev Malik Ağakərimoğlu. Mənim evimdə 4 dənə əl olduğuna görə bu videonu çəkib Elnur Şükürova xahiş eləmək istəyirəm ki, mən bu çəkdiyim videonu efirdə paylaşdırsın. Ondan artıq dərəcədə xahiş edirəm. Çünki mən bezmişəm burada. Cəlilabadda. Ben bezmişəm. Aday gələcəyim yoxdur. Oğlum da Hacıyev Hikmət Malikoğlu. Aprel döyüşündə və 44 günlükdə səfərbərlik edib. Hal-hazırda bu dəqiqə Məştəqan Dərmanı ilə yaşayır. 6-cı ildir mən o adamı qoruyub saxlayıram. Gör nə qədər şəhidimiz, qazimiz gözü açdı, yandı, intihar edib. Mən isə onu qoruyub saxlayıram. Çünki evimdə 4 dənə əlil var onunla. Mən bilmirəm indi hansıdan gəl eləyim. Həmin bu xəstəxanada da onun arxasında duran Rəşad Mahmudovla Xalid Əhədovdur. Əmirullayev Oxtaydı. Gəldi şöbənin müdürü Xalid doktordur. Baş alıb gedir və bu dərmanları xəstənin əli ilə satılır. Çünki bunun arxasında duran Rəşad Mahmudovla Xalid Əhədovdur. Mənim əlimdə dəlil sübut olmasa, baba buranın çəksiz xalim. Dəlil sübut olmasa mən yalan danışan adam deyirəm. Həmin şöbə müdürü Xalid doktoru bax xəstəyə düşür. Ayda 50 manat pulu verirəm o Xalid doktora. Xəstə şimdi getdi oradan. Çünki o bir efirimdə var, o bir efirdə Elnur müəllimdən xahiş edirəm ki, o bir efirdən də onu götürüb canlı yayıma verəsin. Sizdən mən gələm Elnur müəllim, xahiş edirəm ki, mən bu çəkdiklərimi efirə verəsin. Düzcə, nə danışmışam onu verirsiniz. Əgər saxta yolla mən nəysə danışmışamsa, mənim boynum qıldan incədir. Biz qorxan adam deyirik. Əgər qorxsaydım uşağımı mən Qarabağ torpağına göndərməzdim. Biz vətən satmırıq, vətən sevən adamam mən. Və mən böyütdüyüm uşaq da baba, anasının uşağı baba, həmin qazının körbəsinə 8 yaşı var deyir, 4 dənə deyir daşı var. 4 dənə daşı var. Gedmişəm Camatzadəyə, deyirlər bu uşaq deyilsinə yox. Düşəydi naş əlinə 8 yaş körpəni əməliyyat eləyərlər. Gör nə qədər var qansızda. Bunun gen arxasında duran Rəşad Mahmudovla Xalid Əhədovdur. Bura hangi baş həkim gəlib, onların cazası olmadan bura baş həkim gəlmir. Çünki bunların baş həkimi olanda da Elnur Azadxanovu göndərdilər getdi. Çünki rüşvətxor baş alıb gedir xəstəxanada. Mən dözə bilmirəm da. Bilmirəm hara gedim. Öldürürsən, öldür mənim olarına. Öldürmürsənsə ya. Bizi ölkədən çıxar. Bu pişdigin bu ev ki var. Baba həmin qazının evində sıkış eləyirəm. Heç nə yoxdur. Öldürürlər də mənim körbələrimi. Hansına sahib çıxacam mən onu da bilmirəm. Belə əziz dostlar, Hacıyev Malik Ağakərimoğlu elə məsələlərdən danışır. Biz zaman-zaman deyirik ki, mərkəzi rayon xəstəxanaların rəhbərləri ədalətli olun, insaflı olun, adamlara zülüm etməyin. Dostlar, yayımımızı bəyənin, paylaşın, kanalımıza abunə olun, sağ olun, sağlıqla qalın.